Cinsi əlaqənin müddəti nə qədər olmalıdır? Elə başa düşürlər ki, bu cinsi əlaqə hər gün olmalıdır və yaxud da ki, bu dəfələrlə təkrarlanmalıdır. Amma bu belə deyildir. Ümumiyyətlə, konkret bir qayda qanun yoxdur burada. Amma bircə bir qanun var ki, insan hər bir fizioloji aktı, istənilən bir həyati bir vərdişlərini o istəyəndə, yəni ki, bunun təbii gələndə icra etməlidir. İstər cavan, orta, gənc, yaşlı nəsil nümayəndələrində seksə olan maraq tamamilə fərqlənir. Yeni ailə quranlar bir başqa cür olur və yaxud da ki, partnyorla münasibətdə olan bizim cavan şəxslərdə bir başqa cür olur. Burada da əsas amil ilk növbədə seksin hər iki tərəfin harmoniyası, yəni ki, normal münasibətlər arasında formalaşmasıdır. İnsanı beynindən gələn istək bu normal olmalıdır. Bəzən isə çox təəssüf ki, bu anormal olur və həmin şəxslər, həmin insanlar özlərini və qarşı tərəfi yorurlar və bunu istəməyərəkdən özlərini nəyəsə məcbur edirlər. Bu tamamilə düz deyildir. Bu uzun müddət davam edə də bilmir, çünki qarşı tərəf partnyor bundan bezir və o həmin şəxsdə hansı bir psixoloji problemin olduğuna onda şübhə yaranır və nəticədə onların arasında yaranan münaqişə sonda fiasko ilə nəticələnir. Yəni bu iki cütlüyün bir-birindən ayrılmasına gətirib çıxarır. Məhz buna görə cinsi münasibətləri qurarkən burada kəmiyyət yox, keyfiyyətə üstünlük vermək lazımdır və əsasən bunu hər iki tərəf başa düşməlidir ki, bu istək qarşılıqlı olmalıdır və burada birinci növbədə hər iki tərəf bu münasibətdən həzz almalıdır və bunun üçün də normal insani münasibətlər, normal cismani münasibətlərə çevrilməlidir.